Deməli dostlar, mən dağlarda rast gəldiyim bu dumanı, bu işsizlikdə rast gəldiyim dumanı, çəni, deməli çox sevdiyim bir müəllifin bir mətni əsasında bir nəsnəyə bənzətdim. Deməli, sevinərkən çox yüksək sevinc yaşayan, nəşə yaşayan, əksər hallarda isə öz varlıqlarında ümumi varlığın içindəki istirabdan doğan hüzn daşıyan sənətkar təbiətli insanların melanxoliyasına bənzətdim. İnsani, dərin, bəlkə də özgün yaradıcılıqlara təkan verəcək melanxoliyasına, şirin melanxoliyasına bənzətdim.